Maşərim Test Bankında maraqlı bir sual. Ve bize bunu vermişti ve AB'nin de değeri 12 olarsa B müsav fərqini tapın. A bölünsün B bərabər 4 bölünsün 5'dirsə, biz A'ya 4x, B'ye isə 5x deyə bilərik. Gətirib yerinə qoysaq, əbab AB, yəni A'nın yerinə 4x, B'nin yerinə 5x yazdım. Bərabərdir 12'dir. Bildiğimiz kimi 4x 5x onlar arasında vurmadır, yəni. Əbab eyni vuruq ortaq bölən deməkdir. Hər ikisində hal-hazırda görsəndiyi kimi ortaq x var və deməli x əbab x-dir və 12'yə bərabərdir. Bizdən A-nı istəyir. Gətirib yerinə qoysaq, A-nı tapmaq istəsək bərabərdir 48, B bərabərdir 5 vurulsun 12, yəni 60. Bizdən bu ədədlərin fərqini istəyirdi. Yəni B çıxılsın A-nı 60'dan 48'e çıxsaq 12 və ya yerinə qoymamış da necə yaza bilərdik? B-ni B çıx A, yəni 5x çıxılsın 4x, o da elə x deməkdir. X-imiz də 12 deməkdir.